Tural hakkında danışacağım. Основной bu söhbət sosial şəbəkədə olduğuna görə sizə hörmət əlaməti olaraq bunu izah eləmək özümə borc bildirəm. Təbii ki, cəmiyyətdə. Çünki bu məsələ sosial şəbəkədə основной gedib. Yəni deyirəm, bunu izah etmək özümə vacib bilirəm. Bu məsələləri, bu prosesləri. Məsələ nədir? Hamı bilirdi ki, bu sosial şəbəkədə mən Tural'la danışdım. Məsələlərdən elə də agah idim və istəyirdim ki, üzbəyiz bu söhbət olunsun. Və mən orada dedim ki, çalışdığım qədər çalıb gələcəm, bu söhbəti səndən üzbəyiz edəcəm Tural'a. Və o günün sabahısı hüquq mühafizə İranın da orqanı, hüquq mühafizə orqanı məni Zəncanda saxladı. Və İranın hüquq mühafizə orqanının müdaxiləsi oldu. Və mənim Ərdəbilə gəlməyimə imkan vermədilər. Məcbur oldum, qayıtdım. Təbii ki, bundan sonra elə o gün elə Tural'a da yığdım, dedim belə bir məsələ oldu. Tural dedi ki, bu sosial şəbəkədə danışıldı deyə bu cür nə oldu. Başqa bir-iki dənə dosta tanışa yığdım, elədim. Dedilər ki, bəs müharibə ola bilsin, olsun, ona görədir. Yoxsa bu o məsələ deyil, sən fikirləşdiyin deyil. Nəysə, mən 2 dəfə mən cəhd elədim, ikisində də İranın hüquq mühafizə orqanı müdaxilə elədi və mənim Ərdəbilə getməyimə mane oldular. Ona görə də çalışacağım burada bu izahları verim. Tural'ın məsələsi. Tural'ın məsələsində Tural və Tural'ın yoldaşı bu söhbətdə var, bu temada. Yenə dediyim kimi, sosial şəbəkədə bu getdiyinə görə bu söhbət, mən bu söhbəti sosial şəbəkə vasitəsilə sizlərə çatdırıram ki, zablujdeniyaya düşmüyorsunuz. Və aslında burada günahkar görürlər Rüfəti. Və burada pul söhbəti edirlər. Birincisi, bilmək lazımdır ki, o pul nə puludur? O pul nə puludur? Bunun izahını vermir Tural sosial şəbəkədə. Görürsünüz, Tural bunu izahını versin, o pul nə puludur və yaxud nəyə görə verilib, tutaq ki. Hələn bilinmir, yəni yenə deyirəm, mən bu söhbətə görə yığmaram, bu söhbəti mən özüm lişnə üzbəyiz eləyərəm, mən bu söhbəti oğrulara yığım və yaxud kimsə yığım, bunu mən eləmərəm. Lişnə mən özüm istədim, şəxsən özüm iştirakı ilə bu söhbət geçsin, o da müdaxilə olundu deyə gedə bilmədim. Dediyim kimi, birinci burada prisuствовать eləyib Tural'ın xanımı, yoldaşı. Prisuствовать eləyib bu söhbətdə. Və bu prisuствовiyədə Tural'ın xanımın həbs ediblər Azərbaycanda. Niyə? Sual yaranır. Ay Tural, sənin xanımını həbs ediblər. Sual vasitəsilə yaranır. Niyə? Və necə oldu ki, həm həbs edirlər, sonra da buraxırlar. Avtomatik bunun bir dənə cavabı var. Bir dənə cavabı var ki, Tural'ın xanımını Azərbaycanda sıxırlar. Tural'ın xanımını Azərbaycanda sıxırlar və Tural da məcbur olur ki, İranda danışsın. Biz belə proseslər çox görmüşük. Biz belə prosesləri çox görmüşük ki, ailəni sıxırlar, Tural da burada başlayır danışmağa. Və adını da bu qoyur ki, güya da pulu tələb edir. Pul tələb edən belə tələb eləmir. Çıxarsın, söyəsən. Belə pul tələb edirlər. Əgər sən pul tələb edirsənsə, əgər sənin interesin puldursa və yaxud siyasətə çıxmalıdırsa, çıxardın sosial şəbəkədə Tural. Yenə deyirəm, mən düz nə demişəm onu demişəm və mənim düzümə heç kim əyə bilməz. Pulu tələb edən, əgər sən sosial mediadan istifadə edirsən, çıxardın, deyərdin ki, ay Rüfət, ay Murad, ay İvan, ay Petrov,
Belə bir məsələ var ha. Mən bu məsələləri sosial şəbəkədə bunu deyərdim. Ondan sonra sənin sözünə vid verilməsəydi, ondan sonra sənlə siyaza çıxılmır. Halbuki Rüfət Turalın o söhbətdən sonra siyaza çıxıb. Tural özü imkan verməyib. Rüfət siyaza çıxıb. O Turalın xanımı türmədən çıxan günü Rüfət siyaza çıxıb. Tural imkan verməyib. Bu faktdır. Tural deyir ki, mənlə çıxsın xanım. Fərqi nədir? Çıxıb, çıxardı siyaza, sən də qoşulardı xəttə, danışardınız. Значит, sənin burada lişli interesin var. Значит, sənin burada şəxsi prinsipin var. Və sən şəxsi prinsip qatırsan opşiya. Nədir bu məsələ? Yenə dediyim kimi ya, özünüz fikirləşin. Bu söhbət Rüfətə обращение olunur Rusiyada və 3 aydan sonra Rüfəti deportasiya edirlər Rusiyada. Nə başa düşürsünüz bu söhbətdə? Şəxsən mən olardım Rüfətin yerində o söhbətdə. Mən avtomatik Turalın özündən də tələb eləyərdim ki, sənə görə mən 3 ay, sənin söhbətindən sonra, 3 aydan sonra mən deportasiya olmuşam Rusiyadan. Davay bur, gör bizi. Gör həm Bratfanı, həm də bizi. Hələm Rüfət solidarnost göstərir ki, xanımı orada tutublar, həbs ediblər. Dövlət də mentovskoy proqramadır. Heç kim pagonlara, heç kim itlərə zamin dura bilməz ki, filan kəs tutacaqlar və yaxud tutmayacaqlar. Heç kim buna zamin dura bilməz. Bunlar 50 cür oyun açarlar ki, tək ki bir-birlərinə qarşı cəmiyyəti qaldırsınlar. Mentovskoy proqramadır da. Əsas odur ki, bu mentovskoy proqramanın qurbanı olmayasın. Onun xanımını sıxırlar Azərbaycanda, bu da durub Ərdəbildə başlayır tip öz aləmində belə pretenziya eləmirlər. Heç bir pretenziyada sənə danışdım mən, səndən nöqtəsindən vergülünə qədər. Mən gəlib üzbayüz danışa bilməsəm də, mən sənə telefonda danışdım, ay Tural. Nöqtəsindən vergülünə qədər. Mən sənə izah verdim, dedim, burada səhvsən, burada səhvsən, burada səhvsən, burada səhvsən. Nöqtəsindən vergülünə qədər. Pulu tələb edən eləncə tələb eləmir. Varavskoy yoxdur, ideya yoxdur, lotular yoxdur, filan şey yoxdur. Bu avtomatik o deməkdir ki, bu proqramadır, verilib sən ki, danışasan. Lotulara qarşı. Lotular olub, var və olacaq. Yenə deyirəm, lotular olub, var və yenə olacaq. Sənin o pul probleminlə, sənin o, nə bilmək, o lişni xarakterindən durub o lotu ideologiyasına pretenziya eləmək olmaz. Yenə deyim ki, bu mentovskoy proqramadır. Onun ailəsini oradan sıxırlar, bu da bu tərəfdən danışır. Söhbətin ələm 10%-ini danışır sizə. Söhbətin hamısını danışmır. Bütün prosesləri danışmır sizə. Əgər özünüz fikirləşin, tipa sənin dediyinlə обращение olunur lotuya, обращение olundu lotuya, 3 aydan sonra Rüfəti deportasiya edirlər Moskvadan. Avtomatik, əgər başqa bir dənə lotu olsaydı, şəxsən mən olsaydım, avtomatik deyərdim ki, sizin temamızdan sonra mənə deportasiya ediblər. Siz mənə обращение edib, siz adam обращение nə edib onu demir ha sosial şəbəkədə. Çünki sərf eləmir ona. Nöqtəsindən vergülünə qədər danışdı, bütöv hamısını danış. Niyə danışmırsan? Əgər rast ki, sən bu söhbəti hamısını danışırsansa sosial şəbəkədən, hamısını danış. Niyə yarısını qoyub, yarısını danışmırsan? Qulu ilə getdi. Qulu kimdir? Qulu sənin qulunu tutursan, burada kozr edirsən. Qulu kim olub? Qulu Azərbaycanın o xarici kəşfiyyatının şüstürəki olub. Türkiyədə MİT-in razılığı ilə, qol çəkməyi ilə oturub orada ona ofis verilib. Bir də Masadın şüstürəki olub. Qulu kimdir? Bir şey ki, qulu tutulanda qulunun padelniki şöbə rəisi olub. Bunu bütün hamı bilir ki, qulunun padelniki şöbə rəisi olub. Kimsə də durarsan Ərdəbildə qulunu tərifləyirsən. Qulunun padelniki şöbə rəisi olub. Otar, Allah Mikeladze'yi rəhmət eləsin. Mikeladze namusu tanıyırdı da, yəni Mikeladze çox dastoyun lotu idi. Mikeladze özün cırırdı ki, Otar, обращаться eləyirdi, deyirdi bizə. Deyirdi ki, özün Otar cırırdı ki, məndən bizi raskoda verən qulu olub. Bu qulunun bütün şeylərini görürük də, proseslərini görürük. Qulu və qulu deyənləri görürük də biz.
Bir-birlərin torbasını tissinlər, bir-birlərin raskoda versinlər, bir-birlərin şeye versin. Qulu kimdir sən? Rəisin sözü ilə hikmətə əl atıb bir şey qulu. Rəisin sözü ilə hikmətə əl atıb. Şu Mamedi, Axundov, Çingizi, Bəxtiyarı hamısı pretenziya ediblər quluya ki, sən belədinasən. Qulunu tərifləyirsən sən. Qulu ilə getdi. Qulu ilə bəyan var ki, qulu özü Mentovskoy roja olub. Bir şey ki, bunun padelnik, özünüz bir dənə fikirləşin. Temaya bunlar gediblər. Şöbə rəisi ilə, müşfi idi adı, neydi onu? Şöbənin rəisi bunun padelniki olub. Bunlar temaya rəislə gediblər, şöbə rəisi ilə. Uqalovnik olsaydı, nə bilim şey olsaydı, falan şey olsaydı, dəryarda deyərdin ki, bu şöbə rəisi ilə. Yəni Uqalovniklə və s. pagonlarla söhbətə getmək o da elə sukalıqdır ya. Praman şöbə rəisi ilə mi gedirdi temalara? Çünki o vaxtda olurdu da, eləncə proseslər olurdu, bu sukalara abasnavat eləmək olmurdu ki, sən Uqalovniklə gəlibsən söhbətə, sən nə bilim əməliyyatçı ilə gəlibsən söhbətə falan, zırt pırt, indi bu temaları görmüşdü. Ya Pramoy qolu Uqalovniklə, astagfirullah, şöbə rəisi ilə gedib söhbətə. Və ondan sonra bunları şöbə rəisini də veriblər Raskoda, bu Mentovskoy proqrammadır da, yeri gəlsə rəisdən də istifadə edirlər, yeri gəlsə Uqalovnikdən də, nə bilim əməliyyatçıdan da və s. hamısından istifadə edirlər. Bunlar üçün fərq eləmir ki, tək ki bunların işləri getsin qabağa. O yüzden qolunu da Raskoda verirlər, o həman şöbə rəisini də Raskoda verirlər, bunlar oldu padelnik. Türmədə də bir yerdə idilər, bir yerdə xarçıvatlıq edirdi qolu ondan. Nəyi qoyub, nəyi axtarırsınız sizə ki, siz adam lotu ideologiyası nədir bilirsiniz? Biz ta Həzrət Muhammed sallallahu aleyhi və səlləmin bu lotu ideologiyasını, bu lotuluğun mərdiyi Həzrət Əbu Zərlə ölçürük. İslam inqilabında Lotu Teyyiblə ölçürük, Rəhmətli Rövşənlə ölçürük və s. Kimi qoyub nəyə axtarırsınız? Mentovskoy rojalarına durursunuz, obşi məsələlərə fikir bildirirsiniz. Mən yenə deyirəm, özümə bunu, bu da sizin hörmətinizə xatir, mən bunu özümə borc bilirəm, cəmiyyətə izafə edirəm. Çünki cəmiyyətin beynində zablujeniya yaradırlar. Elə bilirlər ki, pula, paraya görə rüfət dursun, kiməsə nəsə eləsin və s. Rüfət elə oğlan deyir. Özlərinin zibili, özlərinin poxu tökürlər rüfətin boynuna. Biz belənçi oyunlar çox görmüşük. Biz belənçi oyunlar çox görmüşük. Amma az da rüfəti deportasiya ediblər. Rüfəti deportasiya ediblər. Bunların temazlarından sonra. Rüfəti deportasiya ediblər. Rüfət də Rusiyadan olub. Hər şeyi burada şey olub. Bratvasın, özün. Ondan sonra rüfət dursun, əziyyət çəksin. Amma sən durasın sosial şəbəkədə pretenziya eləyəsən. İnşallah sağlıq olsun. Bir yanda məsələ var, bu Tolikin məsələsi. Görürəm, bu Tural məsələsini yenə toxunacaq. Allah iznilə yenə danışacaq. Bu Tolik məsələsi var, bu Vilayət Eyvazovu durub hər gün reklam edir. Mikodu, Fikodu, nədir, bir nəfər var, Koroşeyi. Bunlar yalandan bir nəfər atmışlar ortaya. Fikoydu, Mikoydu, bizi durub təhqir edirdi, söyürdü. Bunlar özləri bu şərait yaradırlar, söyənlər üçün də şərait yaradırlar. Sonra tipada görə bunlar tədbir görürlər. Elə bayatda saxlayın, ay millət, bu Mentovskoy proqramı elədir ki, həm əvvəl ki, kim addım atır, onun üçün şərait yaradırlar, həm də tədbir görənlər üçün şərait yaradırlar. Bunlar bu belədirlər. Bu Fiko, Miko kimi idi, görürəm, mən buna yenə deyirəm, ona görə yox, bütün cəmiyyətə, yəni mən aydınlıq gətirdim ki, nədir, bunlar çeşidlər söyüşə, təhqirə, bunlar həmişə öz acizliyi göstərib. Təbii ki, söyüşün cavabı söyüşlə olacaqdı, mən də bunlara başladım söyləməyə, təhqir eləməyə ki, siz busunuz. Ondan sonra da tipəcə bu Fikodur, nədir, onu başladılar şey eləmək, Mir Möhsüm ağaya görə, nə bilmək, dinə görə də bu Vilayət Eyvazov görə dinə dəyər verən insandır. Tolik də durub tərifləyir ki, Vilayət Eyvazova, özü Vilayət Eyvazovun arvadının yubqasında gizlənib deyə tərifləyib Vilayət Eyvazovu ki, Mir Möhsüm ağanın hörmətini saxladı, filan kəsi həbs elədi, bəsmən kəsi həbs elədi. Bu müaviyə taktikasıdır. Bu müaviyə taktikasıdır və bu cürlə müaviyə taktikası ilə biz görmüşük ki, imamımıza nə cürlə zərbələr dəyib, imamımıza nə cürlə ziyanlı olan gedişatlar və siyasətlər olub bu cürlə. Görə də bunlar, nə bilim,
Mir Mövsüm ağanı çox istəyirlər, gödə bunlar Bibi Heybəti çox istəyirlər. Halbuki İslamın ən qatı düşməni Yahudiləri tərifləyirlər. Maidə surəsi ayə 82. Maidə surəsi ayə 82. Ən qatı düşmən Yahudilər. Həman o tolik gecə gündüz İsraili tərifləyən adam olub. Adam da demək olmaz, İsraili tərifləyən məxluq olub. Gecə gündüz İsraili tərifləyirdi, gecə gündüz şeyi tərifləyirdi. Mir Mövsüm ağa bunun yadına düşdü. Necə olursa Mir Mövsüm ağaya dəyər verirsən, amma bu tərəfdən Yahudiləri tərifləyirsən. Dediyim ki, bu maviyə taktikası deyil. Lazım olsa Quranı öpərlər, lazım olsa Quranı qaldırarlar, lazım olsa İslamdan danışarlar, lazım olsa molla olarlar, lazım olsa nə bilim, bunlar həmişə bu cür. Və bu taktika ilə İmam zərbə görüb, Həzrət Əli zərbə görüb və İmamət zərbə görüb. Həmən bu muaviyyənin siyasətidir ki, hələ günü bu günə qədər yaşayır. Və bundan istifadə edirlər. Həmçinin vilayət fəlkin xətti zərbə görür bu məsələdə. O cürünə İrana və s. başqa ölkələrdəki olan bəzi insanlara göstərirlər ki, bax filan kəs Mir Mövsüm ağanı təriflədi, bax filan kəs Quranı öpdü. Muaviyyənin taktikasıdır. Özlərini bu cürünə göstərirlər ki, bunlar İslama dəyər verənlərdir. Halbuki İslamın ən qatı düşmənlərinin yanında qərar tutublar. Trump'ın yanında qərar tutublar, Netanyahu'nun yanında qərar tutublar. İmperializmin, siyonizmin və s. bu cürünə onların yanında qərar tutublar və onların siyasətini icra edirlər. Bu tərəfdən də özlərini ki, dini sevən kimi göstərirlər. Quran-ı Kərim deyir, onlar deyir, özlərini anladırlar, onlar heç kim aldatmırlar. Dediyim kimi, bu məsələlər genişdir, mən çalışdım sadəcə qısa izah vereyim. Turalın söhbəti nöqtəsindən vergülünə qədər mən elə o Ərdəbildə gedən məsələ olanda elə Turalı xəbər edirəm. Tural bu məsələni bildi. Prosto mənim gəlməyim, getməyim, günlər, vaxtlar çəkirdi ya. İndi münasib oldu ki, fikrimi sizlərlə bölüşüm. Allah cəmi özünü tanıyanları, özünü hörmət qoyanları, doğru və düzgünlüyü dəstəkləyənləri qorusun. Və inşallah ki, bu fitnədən, bu millətin üzərində olan bəladan xalqımızı, millətimizi qorusun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.